Artıq biz sütunların formatlanması ilə bağlı çalışa bilərik. Ümumiyyətlə Power BI Desktop ilə hər hansısa bir mənbəyə daxil olduqda, avtomatik olaraq həmin dataların tipi Power BI Desktop tərəfindən müəyyən edilir. Lakin biz bu dərsdə manual olaraq bəzi formatlama işləri aparacaq. Gördüyünüz kimi hər bir sütunun yanında onun hansı tipdə olması işarə ilə göstərilir. Onun üzərinə klik etdikdə müxtəlif data tiplər qarşımıza çıxır. Məsələn, ilk sütun olan Country ID-ni tam ədəd olaraq müəyyənləşdirə bilərik. Hal-hazırda həmin sütunun data tipi dəyişmiş oldu. Həmçinin Apply Step hissəsində də bu dəyişiklik göstərilir. Country sütunu text tipindədir. Onu dəyişməyə ehtiyacımız yoxdur. Məlum məsələdir ki, year adlı sütunun fərqli bir formatı olmalıdır. Yəni o ya date time ya da date olmalıdır. Lakin bu sütunda təkcə illər olduğu üçün biz onu sadəcə tam ədəd formatına çevirəcəyik. Kurs boyunca tarixlərlə bağlı ətraflı danışacağıq. Burada year adlı sütunu formatlamaq üçün başqa yollardan da istifadə edə bilərik. Məsələn, ilk yol olaraq sütun üzərində sağ klik edərək buradan Change Type seçirik və digər tipləri seçə bilirik. Həmçinin tablar vasitəsilə Transform tabına daxil oluruq və oradan Date Type hissəsindən müxtəlif tipləri seçə bilirik. Year sütununu dediyim kimi buradan tam ədədə çeviririk. Həmçinin biz yerdə qalan 4 sütunu seçərək avtomatik tip aşağılaması ilə də onları formatlaya bilərik. İlk olaraq Age Group adlı sütunu seçək. Sonra isə Shift düyməsini sıxaraq Population Total üzərinə klik edirəm. Gördüyünüz kimi 4 sütun da seçilmiş oldu. Sonra biz buradan Transform tabında Detect Data Type düyməsinə klik edə bilərik. Nəticə qarşımıza çıxdı. 4 sütun da avtomatik olaraq formatlandı. Burada Age Group adlı sütun text tipli olaraq qalır. Hazırda ona toxunmuram, çünki bölüm boyunca biz onu araşdıracağıq. Ancaq qalan sütunlarımız Population Male, Population Female, Population Total gördüyünüz kimi tam ədəd tipinə çevrilib. Biz burada data formatlamanı həyata keçirdik. Lakin bu proyektdə hansısa bir errorun olub-olmadığına əmin olmalıyıq. Adətən dataların tipini dəyişdikdə müəyyən errorlar meydana çıxır. Bunun əsas səbəbi, məsələn, əlimizdə olan text tipli Azərbaycan datasını biz tam ədədə çevirmək istədikdə Power BI Desktop onu error olaraq qəbul edir. Bu cür səhvləri müəyyən etmək üçün xüsusilə də formatlamadan sonra Home tabında Close and Apply hissəsinə gedirik və buradan Apply-ı seçirik. Çünki əvvəldə izah etdiyim kimi, yalnız Query editoru Close ilə bağlasaq, onu tərk edəcək. Lakin dəyişikliklər tətbiq olunmayacaq və məlumat modelinə yüklənməyəcək. Ancaq Apply klik etsək, Power BI bütün məlumatları işlətməyə çalışır və bununla da bir şeyin səhv olub-olmadığını bizə xəbər verir. Hal-hazırda baş verən bütün dəyişikliklər data modelə yüklənir. Təbii ki, bu bir qədər vaxt ala bilər. Lakin bu vasitə ilə biz hansısa bir errorun olub-olmadığını müəyyənləşdirə bilirik. Bəli, hazırda nəticə qarşımıza çıxdı. Population adlı sorğuda 631.029 sətr yükləndi, lakin bir error var. Bu error formatlamadan sonra yaranmışdır. Bu errorla çalışmaq üçün ilk növbədə həmin errora nəzər salaq. View Error hissəsinə klik edirik. Qarşımıza yeni Query Errors adlı bir qrup çıxacaq. Bəli, hal-hazırda o çıxdı və onun tərkibində Errors in Population adlı yeni bir sorğu çıxdı. Həmin sorğu vasitəsilə biz həmin errora baxa biləcəyik. Həmin sorğuya daxil olaq və sorğunun ən son sütununa nəzər salaq. Gördüyünüz kimi Error Population Total adlı sütundadır. Error yazısına klik etdikdə həmin error bizim qarşımıza çıxacaqdır. Burada errorun baş verməsinin əsas səbəbi Power BI-ın text tipli datanı tam ədədə çevirə bilməməsidir. Yəni burada error adlı text vardır. Gördüyünüz kimi o isə ədəd tipinə çevrilə bilməz. Bu yazının burada olması mənbə sənədi ilə bağlıdır. Bu tip problemlər yaşandıqda Power BI Desktop onu bizə bu şəkildə göstərir.
Təbii ki, onu həll etmək mümkündür. İndi isə problemin həllinə nəzər salaq. Population adlı sorğumuza qayıdaq. Həmin sütun üzərində klik edərək Home tabında Reduce Rows hissəsinə daxil oluruq. Buradan Remove Errors klik edirik. Və gördüyünüz kimi həmin sütunda errorlar silinmiş oldu. Bura qədər hər şey yaxşı görünür. Lakin onu da nəzərə alaq ki, həmin datada bizə vacib olan məlumat da var idi. Yəni erroru silməklə həmin məlumatı da silmiş olduq. Ona görə də başqa bir yolla daha məqsədə uyğun bir həll vardır. Əməliyyatı buradan geri qaytaraq. Sonra yenidən Errors in Population hissəsinə gedək. Həmin sorğu açılmaq üzrədir. Bu tip keçidlərdə bəzən bir neçə saniyəlik durğunluq yarana bilər. Buradan biz həmin məlumatı kopyalayırıq. Ctrl+C kombinasiyası vasitəsilə. Sonra Population adlı sorğumuza geri dönürük. Çünki biz burada həmin sütun üzərində Replace Values-dan istifadə edib dəyərləri dəyişəcəyik. Population Total adlı sütuna klik edirəm və Transform tabından Home tabı vasitəsilə Replace Values deyirik. Transform kateqoriyasından. Bəli, qarşımıza 2 sətirlik bir pəncərə çıxmış oldu. Həmin kopyaladığım məlumatı Ctrl+V kombinasiyası vasitəsilə bura əlavə edirəm. Gördüyünüz kimi həmin məlumatı buraya yapışdırdıqda bir xəbərdarlıq qarşıma çıxır. Çünki data tip olaraq həmin sütun tam ədəd tipindədir. Cancel-la həmin pəncərəni bağlayaq. Buradan Change tip deyək. Tipləri dəyişək və buradan həmin sütunun tipini text olaraq müəyyənləşdirək. Çünki error text tipli bir text formatında olan bir data idi. Ona görə biz yenidən Replace Values-dan istifadə edəcəyik. Tapmalı olduğu dəyər bizdə error 893.448-dir və onu mən bura Ctrl+V vasitəsilə yapışdırıram. Replace with onu nə ilə dəyişdirəcəyik? Onu dəyişdirəcəyik bu hissə ilə. 448. Advanced optiondan Match Entire Cell Context'i seçirik və o klik edirik. Gördüyünüz kimi hal-hazırda çalışır və həmin sütun üzərində dəyişiklik edəcək. Bəli, Replace Values həmin sütunda dəyişiklik etdik və ilk sütuna klik edirik, sonra isə Shift-i sıxaraq son sütuna klik edirik və Transform tabından Detect Data tip deyirik. Bütün data tiplər dəyişmiş olur. Əgər Home tabında Close and Apply, yenidən Apply desək, heç bir problemlə qarşılaşmayacaq. Bütün dəyişikliklər data modelə yüklənir. Bəzən bu tip dəyişikliklər bir neçə saniyə vaxtımızı ala bilir. Bəli, Population adlı sorğumuz da bütün dəyişikliklərlə birlikdə data modelə yüklənmiş oldu. Əgər biz Population Total'ın keyfiyyətinə baxmaq istəsək, burada olan yaşıl xəttin üzərinə gətiririk kursoru və gördüyünüz kimi heç bir error burada qalmamışdır. Biz burada olan yeni yaradılan qrupu artıq biz silə bilərik, çünki onun məlumatlarına bizim ehtiyacımız hal-hazırda yoxdur. Delete klik etdikdə həmin qrup da silinmiş olur. Növbəti dərslərdə görüşənədək.